belə deyək, əsas təbliğat maşını nə idi? Hədislər idi. O dövrün əsas təbliğat maşını hədislər idi. Ona görə insanlar fürsət düşdükcə nə edirdilər? Hədis uydururlar. Axı Quran uydurmaq bu mümkün değildi. Aydındır. Çünki Quran ciddi nəzarətdə idi. Quran uydurmaq mümkün değildi. Quranın hər hansı bir ayəsinə əlavə etmək, yeni bir ayə əlavə etmək Qurana bu qeyri-mümkün idi. Ona görə o fürsətçilər nəyə qaçırdılar? Hədislərə qaçırdılar. Harda kim kimlə davası düşdü, harda kim kimlə xoşu gəlmədi, harda kim kimə, nə bilim, nəsə bir böhtan atmaq istəyirdi, başlayırdı hədis uydurmağa. Yəni təsəvvür edin ki, hədislər var. Əllamə Əmini Əl-Qədir kitabında bunu qeyd edir. Hədisdə var ki, tutalım, zəncilərlə kürdlər cənnətə girməyəcək. Aydın məsələdir ki, kiminsə o dövrdə bir zəncilərlə kürdlərlə mübahisəsi düşüb, adam gedib belə bir hədis uydurub ki, zəncilər və kürdlər cənnətə düşməyəcək, cəhənnəmə gedəcəklər. Niyə? Axı zəncinin, kürdün günahı nədir ki, bu cəhənnəmə getsin? Ona görə hədislər o dövrdə əsas təbliğat maşını idi deyən, təbliğat vasitəsi idi deyən insanlar nəyə qaçırdılar? Hədis uydurmağa. Kimin kimdən xoşu gəlmirdisə, kimin hansı qrupdan, hansı dəstədən, hansı millətdən, hansı irqdən xoşu gəlmirdisə, başlayırdı hədis uydurmağa. Yəni, bu şəraiti nəzərə aldıqda insan nə etməlidir? Maksimum hədislərə, xüsusilə bu töhmət vuran hədislərə, təkfir edən hədislərə nə etməlidir? Ehtiyatlı yanaşmalıdır.